Bəzən insan deyir ki, heç özüm də bilmirəm niyə belə elədim. Əslində o bilir, sadəcə şuur səviyyəsində bilmir. Qadın-kişi münasibətləri indiki zamanın deyil, keçmişin aktiv olduğu andır. Partnyorun bir baxışı, laqeydliyi və ya əhəmiyyətsiz tərzdə verdiyi cavabı sənin sinir sisteminin 7 yaşındakı versiyasını aktiv edir. Əgər uşaqlıqda müəyyən şərtlər daxilində sevilmisənsə, sən böyüyəndə münasibətdə özünü sübut etməyə, sevilmək üçün güzəştə getməyə başlayırsan. Əgər uşaqlıqda emosional sabitlik yox idisə, sən ya partnyorundan bərk yapışırsan, ya da yaxınlıq güclənəndə uzaqlaşırsan. Çünki zehin üçün tanış narahatlıq naməlum rahatlıqdan daha güvənlidir. İnsan çox vaxt partnyorunu seçmir, tanış emosional atmosferi seçir. Sonra da şikayətlənir ki, qarşına elə eyni tip insanlar çıxır. Dəyişən yalnız insanlar olur. Daxili assosiativ model isə dəyişməz qalır. Münasibət davranış problemindən çox zehni problemdir. Sən tərk edilmə qorxusuna sahibsənsə, ən sadiq insan belə sənə tam güvən verə bilməz. Əgər səndə yetərsizlik inancları varsa, ən böyük sevgi belə sənə yetməyəcək. Əslində sən partnyorun hərəkətinə reaksiya vermirsən, öz içindəki travmalara reaksiya verirsən və sən travmalarının fərqində olmadığın üçün bu vəziyyətin səbəbinin partnyorun davranışları olduğunu düşünürsən. Halbuki məsələ daxili strukturdadır. Əgər münasibətlərində eyni ssenarilər təkrarlanırsa, bu təsadüf deyil, eyni sistemin aktiv olduğunun göstəricisidir və sistem dəyişmədən nəticə dəyişməz. Məhz bu səbəbdən də biz NAT təlimində sadəcə ünsiyyət texnikaları öyrətmirik, həm də şuuraltı strukturu transformasiya edirik. Əgər sən də münasibətlərində həqiqi dəyişim istəyirsənsə, problemi partnyorda yox, modeldə axtarmağa hazır olmalısan. 11 martda başlayır, rəyani və onlayn qoşulma mümkündür. Unutmayın ki, insan daxilindəki uşağı sağaltmayıbsa, böyük bədənlə də uşaq reaksiyaları verməyə davam edəcək. Fikirləriniz çox dəyərlidir.